Salam hörmətli tamaşaçılar, Xəzər xəbərin bugünü olan ilk buraxılışı ilə qarşınızdayıq. Studiyada Arzu Xəlilovadır. Prezident İlham Əliyev, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Viki Freyberqanı və İsmail Səragəldini, keçmiş dövlət və hökumət başçılarını, mərkəzin idarə heyətinin üzvlərini qəbul edib. Prezident İlham Əliyev BMT Baş Katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Miguel Ángel Moratinosu qəbul edib. Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valavayanı qəbul edib. Xəzər xəbəri izləyirsiniz. Dərnəgül Taxta Bazarı adlanan ərazidə yanğın olub. Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğın söndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı məntəqəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən digər satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 140 kvadrat metr sahədə taxta altıqlıqlar, 2 ədəd dəzgah, 6 kvadrat metr sahədə taxta konstruksiyalardan ibarət gözətçi otağı və 6 kvadrat metr sahədə satış köşkü yanıb. Bazar ərazisində olan digər tikililər və materiallar yanğından mühafizə olunub. Gəncə şəhərində bəzi atraksiyonlar istismarı artıq dayandırılıb. Belə ki, sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ Mədən Nəzarəti Dövlət Agentliyi zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Şahmar Fuadoğluna məxsus atraksiyonlara olan plan üzrə yoxlama aparılıb. Yoxlanma zamanı atraksiyonlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkar olunub. Belə ki, Uşaq Əyləncə Mərkəzində fəaliyyət göstərən 9 ədəd atraksiyonun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyasının müqavimətlərinin ölçülmədiyi, həmçinin atraksiyonların texniki müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, atraksiyonların istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan şəxslər var. Hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb. Minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini 24 yaşlı Yaqub İspəndiyarov dünyasını dəyişib. Tərtər rayon sakini 22 yaşlı Emil Ağayev, Ağdam rayon sakini 30 yaşlı Cəsarət Abuşov və Ağdam rayon sakini 22 yaşlı Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təbibdən bildirilib ki, baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər Tərtər rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb. Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib. Qeyd edilib ki, hadisə nəticəsində bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb. Fakt üzrə araşdırmalar davam etdirilir. Ölkə ərazisində bəzi yerlərdə dumanlı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Quba, Şəki və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-ədək fasilələrlə davam edəcəyi gözlənilir. Xəzər xəbər izləyirsiniz. Pakistan Təhlükəsizlik Qüvvələri Bəluçistan Azadlıq Ordusunun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan azı 155 sərnişinini azad edib, 30-a yaxın ekstremisti öldürüb. Təhlükəsizlik qurumlarındakı mənbələr bildirirlər ki, digər sərnişinlərin
azad edilməsi ilə bağlı əməliyyatı davam etdirirlər. Hücumda iştirak edən yaraqlıların dəqiq sayı məlum deyil. Həmçinin bildirilib ki, azad edilmiş 17 girov təcili tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Məlumata görə hücum edənlər Qatarı, Əfqanistan və İran sərhədləri yaxınlığındakı ucqar bir bölgəyə aparıblar. Girovların azad edilməsi üçün xüsusi əməliyyat başladıqdan sonra döyüşçülər kiçik qruplara bölünüblər. Təhlükəsizlik qurumlarındakı mənbələr iddia edir ki, ekstremistlər peyk telefonlarından istifadə edirlər və Əfqanistanda olduğu güman edilən hücumun təşkilatçıları ilə əlaqə saxlayırlar. Qeyd edək ki, ötən gün silahlılar Qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmir yol relslərini partladıb, sonra Qatara atəş açıblar. Kiyev Amerika Birləşmiş Ştatlarının Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs təklifini qəbul edib. Bu barədə Ukrayna və ABŞ nümayəndə heyətlərinin Səudiyyə Ərəbistandakı danışıqların nəticələri ilə bağlı birgə bəyanatda bildirilib. Qarşılığında Vaşinqton Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsinə qoyulan məhdudiyyəti aradan qaldırıb. ABŞ dövlət katibi Marco Rubio ciddi danışıqlarından sonra Rusiyanın sülhə razılaşacağına ümid etdiyini bildirib. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında bildirib ki, əgər Rusiya tərəfi də müvafiq addımı atsa, Ukrayna cəbhə xətti boyunca 30 gün ərzində atəşi dayandıracaq. O qeyd edib ki, 30 günlük atəşkəsə əməl olunarsa, Kiyev tərəfdaşları ilə birlikdə uzun müddətli sülh və təhlükəsizliyə zəmanət verəcək, işçi sənədlər hazırlaya biləcək. Belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı buna inandırmalıdır, deyə Ukrayna lideri vurğulayıb. Rusiya heç bir halda NATO qoşunlarının Ukraynada sülh məramlı kimi olmasını qəbul etməyəcək. Bunu Rusiya Xarici İşlər Naziri Sergey Lavrov bildirib. O qeyd edib ki, NATO sülh məramlıları Ukraynanın qalan ərazisində nasist rejimini qoruyacaq. Həmçinin Lavrov onu da vurğulayıb ki, Tramp Zelenskinin rəhbərlik etdiyi Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəmir. Lavrovun sözlərinə görə Böyük Britaniya və bir sıra Avropa ölkələri ABŞ prezidenti Trampı Rusiyaya qarşı aqressiv fəaliyyətə sövq etməyə çalışırlar. İran prezidenti Məsud Pezeşkiyan Amerikalı həmkarı Donald Trampı sərt tənqid edib. Belə ki, İran mətbuatının məlumatına görə o, Trampın Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə danışıqlarını biabırçılıq adlandırıb. Zelenskiyə qarşı etdiyi davranış həqiqətən utanç vericidir. Onların biz sənə bunu etməyi, bunu etməməyi əmr edirik. Yoxsa belə edərəm demələri qəbul edilməzdir. Səninlə danışıqlara belə getməyəcəm. Nə qələt eləyirsən elə, deyə İran prezidenti bildirib. Fələstinin Həmas hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başladığını elan edib. Bu barədə hərəkatın nümayəndəsi Abdelrəhman Şadidin Həmasın Telegram kanalında dərc olunmuş bəyanatında deyilir. O bildirib ki, Qəzzada atəşkəslə bağlı danışıqların yeni raundu başlayıb və Həmas onlara tam məsuliyyətlə yanaşacaq. Ümid edirik ki, bu məsləhətləşmələr sazişin ikinci mərhələsi üzrə tam hüquqlu danışıqlara başlamaq məsələsində əhəmiyyətli irəliləyişlərə səbəb olacaq, deyə Şahid vurğulayıb. Məhkəmə Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvilini külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Qərar Tbilisi şəhər məhkəməsində qəbul edilib. Hakim Saakashvilinin 9 milyon lari dövlət vəsaitini mənimsəməkdə təqsirli bilib. İclasda Saakashvili ilə yanaşı Dövlət Xüsusi Mühafizə Xidmətinin sabiq rəisi Teymuraz Canaşiyaya qarşı iş üzrə irəli sürülmüş ittiham dəyişdirilib və o 300 min lari cərimələnib. Qeyd edək ki, təqsirləndirilən şəxslər iclasda iştirak etməyiblər. Saakashvili və Canişaniya iş üzrə özlərini təqsirli bilmirlər.
Saat əsas xəbərlərini təqdim etdi hörmətli tamaşaçılar. Saat 18-də isə yenidən görüşəcəyik.